mən bilmirəm. Sizi pul maraqlandırır ya başının gözəlliyi maraqlandırır? Siz deyin görüm, sizin gözəlliyinizin qiyməti nə qədərdir? Yoxdur. Başımın da gözəlliyinin qiyməti yoxdur. Gəlin, başımızı gözəlləşdirək. Bütün dünyadan gələn insanlar gələndə desinlər, nə gözəl başı var. Bu xalq gözəldir ki, bu cür gözəl şəhərdə yaşayır. Keçmişdə 10 il, 15 il bundan qabaq xaricə gedərdik, deyərdik ki, görəsən başımızı da belə gözəl edə bilərdik. Amma indi xaricdəkilər gəlir başının gözəlliyi ilə. Gəlin, başının gözəlliyinə vurğulanaq. Yaxşıda yaxşı görək, pisdə də yaxşı axtaraq. Əmin olun, əgər onda olsaq, Azərbaycanımız hamısı mələklər diyarına çevriləcək. Mən bunu arzuluyuram və əminəm ki, bunu da görəcəyəm. Allah birinizin canı sağ olsun. Allah ona kömək olsun. Vallahi o kadar istəyirik ki, böyle zəhmət çəkib ki o. Allah Teala ona can sağlığı versin. Arzularının hamısını yerine yetirsin. Bu oruçluq gəlib. Bu 10 ildə İlham Əliyevin gördüyü işdə bizim keçmişin 50 ilimizə bərabər. İnanın, mən bax, institutda belə gələn vaxtlar, bax, belə bir şərait yox idi. İndi maşallah, gündən günə bütün görürsünüz bizim azad ölkəmizi. Lap gözəl. Təbrik edirik bütün Azərbaycan millətini. Çox sevinirəm ki, bu Gül bayramı qəşəng təşkil olunur. Allah rəhmət etsin ülkəmizə. Azərbaycanın siyasəti gözəl gedir və bu inkişafında Azərbaycan yaşayır. Gözəldir, çox belə adamın ürəyi açılır. Allah belə Ulu Heydərimizə Allah rəhmət eləsin. Uzun belə ömürlü oğlu olsun. 10 May çok güzel bir gündür. Gül bayramıdır. Ondan çok hoşum geldi. Çok güzel güller var.